Dostlar, bu baş nazirliğe kadar bunu kimse tanımırdı. Ama o iki kat eğilenden sonra, İlham Əliyevin qabağında iki kat eğilenden sonra, o pozla durandan sonra herkes bunu rüsva eləməyə başladı. Herkes bunun hakkında mənfikirlər və dırnaqarası cənab İlham Əliyev götürdü bunu özünə baş nazir qoydu. Yəni ölkənin üçüncü adamı qoydu. Demək, Azərbaycanda nə qədər ləyaqətsizlər varsa, nə qədər şərəfsizlər varsa, nə qədər alçaq insanlar varsa, birinci, ikinci, üçüncü, dördüncü, beşinci postlara gəlib təyin edirlər. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci postlara. Məsələn, Azərbaycanın Milli Məclisin sədrini tanıyan varmı? Dostlar, Azərbaycanın Milli Məclisin sədri deməli Sahibə Qafarova. Onun qədər gəncliyində, elə indi də gəncliyində ləyaqətsiz, pozğun bir qadın olmayıb. Onun iş yoldaşlarının hamısından, bax burada yaza bilərsiniz, iş yoldaşlarının hamısından soruşsa deyirlər ki, Allah heç kəsə qismət eləməsin, gəlir bir pozğun insan bu millətə mənsub olsun. Amma bizim, bilmirəm bizim millətdən diyorsa, amma bizim ölkədə yaşayır. Və Azərbaycanın da dördüncü şəxsdir. Yəni, İlham Əliyev ölsə, Mehriban Əliyevlə bərabər uçaqda partlasalar, bir yerdə ölsələr və bu da onun yanında olub ölmüş olsa, bu baş nazirdə olacaq onların yanında, bu üçü bir avtoqəzada və ya da ki, uçaq qəzasında ölsələr ki, inşallah ölsünlər, onda onların yerinə Sahibə Qafarova keçəcək. Sahibə Qafarova bilirsin kimdir? Sahibə Qafarova 20 yanvarda Azərbaycanda dəhşətlər törətmiş Primakovun, Rusiyanın məncə onda müdafiə naziri deyəcək. O Primakovun, yoxsa Yazov idi bunda, nəysə, ən belə yüksək vəzifəli, yəni o məsələ göstəriş edən şəxslərdə bir Primakov. Primakovun təbliğatçılarından və Primakova ad günü keçirdən şəxslərdən biridir. Və Rusiya qarşısında xidmətlərinə görə gətirib İlham Əliyev onu qoydu ara. Milli Məclisin başçısı qoydu. Bu günləri Milli Məclisə rəhbəri eləyir. Baxın, Mehriban Əliyevanın kimliyi sizə məlumdur. İlham Əliyevdən sonrakıları deyirəm. İlham Əliyevin kimliyi ki məlumdur. Onun debilliyi, onun nə bilim mən bu işə yaramama, onun problemli insan olma, onun ümumiyyətlə ölkəni idarə etməyə bacarma olmaması. Və ondan sonra Mehriban Əliyeva gəlir, onun da kimliyi sizə məlumdur. Üçüncü gələn budur ki, posta budur, dördüncü də gələn budur. 4 dənə əsas postlarda duran insanlarımıza baxın. Ondan sonra da Daxili İşlər Naziridir, nə bilim mən Milli Təhlükəsizlik Naziridir və kim o Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Milli Təhlükəsizlik Nazirində keçmişlər. Görün ölkəyə kimlər rəhbəridir və ondan sonra dostlar, bəli, biz Poladın da bu, necə deyərlər, bu vəziyyətdə durmasına çox təəccüb eləməməliyik. Çünki bizim ağsaqqalımız Poladdırsa, ağsaqqal simasında bizə təqdim olunursa Polad, ölkəmizdə daha nədən danışmaq olar?